Bugün anilindən danışırıq. Anilin C6H5NH2 formuluna malik olan birləşmədir. Deməli, benzol həlqəsi və amin qrupu var. Aromatik deməli həlqədir. Bir də amin qrupuna və ya fenil radikalı amin qrupu deyə bilərik. Ondan ibarət olan birləşmədir. Və azotun burada valenti 3, çünki amoniakda olduğu kimidir. Bir hidrogen fenil qrupuna əvəz olunub. Oksidaşma dərəcəsi isə -3-dür. Karbon isə bildiyimiz kimi, bütün üzvü kimi olduğu kimi qeyri-üzvdə bir dənə COH valenti 4-dür. Bu belə. Sonra fenil radikalı elektroakseptor xassəyi daşıyır. Mən bunu qrafik formada da belə göstərə bilərəm. NH2. Elektroakseptor burada xassəyi daşıyır. Elektron sıxlığını özünə doğru çəkən bir xassədir. Akseptor yəni özünə doğru çəkir. Burada azot da hibrid vəziyyətindədir. sp3 hibrid vəziyyətindədir. Əlavə olaraq karbonların hər biri də sp2 hibrid vəziyyətindədir. 6 karbon hərəsində də 3 hibrid orbitalı 18, 4 də azotun hibrid orbitalı, bu elədir 22. Amma rabitədə iştirak edən hibrid orbitalın sayı 21 götürəcək. Çünki 4 dənə hibrid orbitalının 3-ü rabitədə iştirak edir. Ona görə də bir vahid az. Sonra burada da soruşula bilər qeyri-hibrid, rabitədə iştirak edən qeyri-hibrid. Burada 7 dənə hidrogen atomu var. Onu nəzərdə tuturuq. 7 dənə S, plus da 6 atomlu pi rabitə sistemi var mərkəzdə. Orada da 6 elektron iştirak edir. 7 hidrogen sayı, 6 elektronlu pi rabitə sistemi, 6 da bu. Cəmi eləyəcək 13. Anilin özü rəngsiz, sudan ağır, yağıltı hər bir mayedir. Suda az həll olur, spirtdə, efirdə, benzolda, yəni qeyri-polyar həll edicilərdə yaxşı həll olur. Yəni onu da soruşsalar ki, anilin məsələn suda həll edilmiş, suya atılmış anilin hansı metoddan ayırmaq olar? Emulsiya tiplidir, heterogen qarışıqdır. Təbii ki, ayırıcı qıfdan ayıra bilərik. Deməli, havada qismən oksiləşib, rəngi tündləşə bilir. Ancaq bu lakmusa təsir etmir. Deməli, digərlər aminlər təsir edirdi, biz dedik. Amma anilin lakmusa təsir etmir. Sonra alınması reaksiyasına baxaq. Zinin reaksiyası deyirlər. O yoldan alınır. Nitro birləşmənin amonium sulfiddən reaksiyası. Bu zaman anilin eyni zamanda kükürt, amoniak və su əmələ gələcək. Bu belə. Zinin reaksiyası, yəni bu cür davam edir. Sonra bu vasitədən alına bilər. Eləcə də götürüb bunu NH4 olmadan bir başqa hidrogen vasitəsindən də reduksiya etməkdən almaq mümkündür. Kimyəvi xassələrindən nə deyə bilərik? Zəif də olsa əsası xassə göstərir. Fenil qrupunun amoniaklı təsiri nəticəsində zəif də olsa əsası xassə göstərir və ona görə də tuşlardan qarşılıqlı təsirdə olur. C6, H5, NH2 üstə gələk H xlor birləşəcək. Əmələ gələcək C6, H5, NH3 və burada xlor, fenil amonium xlorid əmələ gələcək. Azot burada 4 valentlidir, çünki donor akseptor rabitəsi ilə 4-cü valentliyə əmələ gəlir. Oksidaşma dərəcəsi isə NH4-də olduğu kimi -3 olacaq. Sonra bu fenil amonium xlorid, bu duz, əsaslardan reaksiya daxil ola bilər. Bunun üzərinə natrium H gəlsəm, bu zaman C6H5 NH2 üstə gələk, natrium xlor, üstə gələk su yaranacaq.
Bundan əlavə olaraq C6H5NH2 su ilə reaksiyaya daxil olmuş. Su ilə reaksiyaya getmiş. Sonra əsaslardan reaksiyaya getmir. Duzlardan reaksiyaya getmir. Əsaslar deyəndə suda həll olmayanlardır. Bunlar qələbədir. Suda həll olanlardan gedir. Amma suda həll olmayanlardan getmir. Sonra anilinə nə təsir edir? Anilin adi şəraitdə bromlu suyu rəngsizləşdirir və 2,4,6 trinitro-brom əmələ gəlir. Götürürəm bunun üzərinə 3 mol brom 2 gəlsəm, bu zaman belə NH2 eyni zamanda 2, 4, 6 vəziyyətdə. Bura brom qoyuram, bura brom qoyuram, bura brom qoyuram, 2, 4, 6, brom anilin əmələ gələcək. Ağ rəngli çöküntüdür. Anilin oksidləşdiricilərin təsiri ilə də qara anilə çevrilə bilər. Yəni eyni zamanda oksidləşə bilər, yana bilər. Nitro birləşmələr hamısı bir də amillər yananda digərlərinə fərqli olaraq tərkibində azot olduğu üçün N2 də alınır. Götürürəm məsələn C6H5 NH2 üzərinə gəlirəm oksigen. Bu zaman karbon qazı, su və N2 əmələ gələcək. Sağ-solu sonra da belə bərabərləşdirmək olar. Eyni zamanda anilin nitrat turşunun da reaksiyaya daxil olur. Tolol kimi, fenol kimi 2,4,6 trinitro anilin əmələ gətirir. Anilindən bu üsulundan da deməli sulfadamezit belə bir maz var, streptosid mazına oxşayan, onun alınmasında istifadə olunur. Götürür anilini, götürürük. Deməli bu 2,4,6 trinitro anilinin necə yaranmasını göstərirəm. Bu zaman fenil qrupu və 2, 4, 6 vəziyyətlərdə nitro qrup yaranır. Anilin xlorlu əhəngin təsirindən də bənövşəyi rəng ala bilir, dəyişir. Xlorlu əhəngin təsirindən. Yəni anilin haqqında məlumat bu qədər.